Salam Bakı TV kanalı izləyiciləri, Qurtqaşanlı küçəsi Belvedere Rezidensiya Elmlər metrosu yaxınlığında, Nərimanov heykəli yaxınlığında premium bir binada, 16 mərtəbəli binada 4-cü mərtəbəsində 130 kvadrat eklektika stilində təmir olunmuş və təmirdən sonra yaşayış olmamış mənzildə bütün mebellər, texniki avadanlıq hamısı yerləşdirilir. Möhtəşəm. Möhtəşəm bir mənzildir. Gəlin sizə proyekti izah edeyim, sonra qaydağım mənzilə. Giriş qapımız. Girən kimi sol tərəfdə qardırob mebelimizdir. Bunları hamısı izah edəcəm. 2 yataq otağımız buradadır. Bir yataq otaq, əsas yataq otağının içində sanitar qovşağı var. Ümumi sanitar qovşağı çox böyükdür, bir otaq boydadır. Mətbəximiz və qonaq otağı kvadrat şəkildədir. Kol hissəsi bahalı keyfiyyətli, əla teksturada qranitlərdir. Pollar isti pol. Sol tərəfdə qeyd etdiyim kimi qardırob mebeli yığılıb və mənzildə pilsosuna kimi, robot pilsosuna kimi hamısı qoyulub. Deməli, belə bir güzgü, açarlıq kimi belə bir dizayn olunub burada və gözəl əl işləri ilə ev işlənib. Gördüyünüz kimi patlok işləmələrimizdə var. Dartma tavanlardan istifadə olunub, modern üslubda spotlardan istifadə olunub, gözəl, yenə də əl işi tablolardan istifadə olunub, aksesuarlar üçün LED işıqlarla, gizli işıqlarla belə bir rəfimiz var. Bu hol hissəsinin ikinci hissəsi, otaqlar buradan ayrılır və gəlin elə qonaq otağından başlayaq, mənzilimizi gəzək. Kvadrat şəkildə qonaq otağımız qalıb. Yenə də qeyd edirəm, eklektika stilində təmir olunub. Müasir dəblə, modern üsluba da çox yaxındır. Pollar hazırlıqlı, bambuk parket, patlok işləmələrimiz də var. Spotlar. Burada bir gözəl bir lüstrumuz asılıb, 6 nəfərlik masa və qonaq otağının bir hissəsi vitraj pəncərələrdir. 16 mərtəbəli binanın yenə də qeyd edirəm. 4-cü mərtəbəsində 130 kvadrat qanuni 3 otaqdır. Tam əşyalı və texnikalı. Twist end tam yığılıb, yenə də daş əl işləri ilə işlənib, böyük ölçülü LG markalı televizor qoyulub, altında şömen, belə bir rəflər yığılıb burada. LED işıqlarla, LED işıqların işləməsi, deməli, poldan başlayıb patoloka kimi. Hamısı gedib, aux, kondisioner, yumuşaq dəstlər, ortasında saat dekorlu, jurnalni dəstimiz burada qoyulub və gəlin davam edək, mənzilimizi gəzək. Mənzilimiz tam kupsaldır, yəni binaya kupça verilib, mənzilimiz də kupsaldır və gəlin mətbəxə baxaq, mən davam edək, danışacağım siz üçün. Gözəl bir geniş yerdə mətbəximiz qalıb, ortada böyük bir ada qoyulub, adanın üstündə lüstrumuz, zəhmət olmasa o küzdən çəkək. Burada deməli binada ancaq kombi aparatına qaz verilir, elektrik qoyulub burada yemək pişirmək üçün, aspirator, mətbəx mebelimiz tam yığılıb, üstü tökmə mərmər, sinəli mərmər və gözəl moykadan istifadə olunub. Bosch markasına aid olan qabıyan, Bosch markasına aid olan sobalar və Bosch markasına aid olan soyucudan istifadə olunub. Çox bahalı və keyfiyyətli bir təmirdir. Adamız, adanın üstündə xanımlar üçün rahat iş görmək üçün elektrik kutusu qoyulub. Sonra buradan eyvana çıxışımız var və tam həyətə baxır. Burada da qarşısı vitraj pəncərədir. Damfol sistemi mətbəxdə də var, hol hissəsində də var. Göstərəcəm hamısını sizə.
və mənzilə aid olan ümumi sanitar qovşağı. Bir otaq boydadır. Çox geniş, gözəl bir sanitar qovşağı düzəldiblər. Bu elə eklektika stilinə uyğun. Gözəl bir vannamız qoyulub burada. Yenə daş aksesuarlar, daş dekorlar, el işlərdir bunlar hamısı. Patolog dartma tavanından istifadə olunub. Divarçı unitaz və burada belə bir çamaşırxana düzəldiblər. Deməli, paltaryan və paltarqurdan hamısı qoyulub Bosch firmasına aiddir. Və moydadır hissəsi. Yenə də əla teksturada qranitlərdən burada moydadır yığılıb böyük bir güzgü, arxası gizli işıqlarla bəzədilib. Bu da bizim ümumi sanitar qovşağı. Gəlin. Bu əlavə yataq otağımızdır. Onlar burada da bambuk parket, ən bahalı keyfiyyətli, yəni yumşaq dəstlər qoyulub matraslarına kimi hamısı keyfiyyətlidir. Və orijinal ceviz elektrik qutularına istifadə olunub, AUX kondisionerimiz öz yerində və bu otağı bu tərəfdən göstərək. Yenə də qardırob mebeli hamısı düzgün quraşdırılıb. Bütün otaqlarda da, yəni taxtla üzbəüz elektrik qutuları, orijinal ceviz qoyulub. Çıxış, internet çıxış hamısı yerindədir. Və gəlin əsas yataq otağına. Yumşaq dəstlər hamısı yenə də keyfiyyətli, hamısı quraşdırılıb, böyük bir qardırob mebelinə istifadə olunub. Taxt öz yerində, deməli, make-up öz yerində, böyük bir güzgüdən istifadə olunub, gözəl dekor lüstrlardan, buralardan istifadə olunub. Belə gözəlliyə baxın və bu otağın sanitar qovşağı. Yenə də dəbə uyğun, evin dizaynına uyğun moydadır. Böyük bir duş kabini isə divarçı, duş aksesuarları və divarçı unitazdan istifadə olunub. Bir şey də qeyd edəcəm sizə. Gəlin bura. Deməli, qapı hündürlükləri 2 metr 55 sant hündürlüyündədir. Ən bahalı, keyfiyyətli qapıdan istifadə olunub və bu mənzilin, belə deyim, qiyməti barədə sizə məlumat verim. Bu mənzilin start qiyməti 650.000 manatdır. Real alıcılara indirim olacaq, ancaq cüzi bir indirim olacaq. Bu cürünə premium binada, bu cürünə bahalı təmir, yəni yəqin ki budur. Aşağıdakı nömrələrə zəng edin, kanalımıza da abunə olmağı unutmayın. Növbəti çəkilişlərdə görüşərik. Sağ olun.